Bismillahirrahmanirrahim. Elhamdülillah ve sallallahu ala Muhammedin ve alihi tahirin. Əzizlər, xalqlar, hər bir xalqın yaddaşında acı hadisələr və şirin hadisələr olur. Bizim əziz rəhbərimiz təzə söhbətində xalq öz yaddaşında şirin və acı hadisələrini saxlamalıdır deyə buyurdu. Nəyə görə? Çünki xoş hadisələr onlarda özünə inam və qüdrət yaradır. Gələcəkdəkilər üçün nümunə yaradır. Onlardan biri ağa müxtəlif kontraktlar barəsində danışır, amma mən birini istəyirəm deyəm. Məsələn, tənbəki və başqa hadisələrdir ki, İngilis şirkəti tənbəki hadisəsində, tənbəki qiyamında, tənbəki və tütün qiyamında istədi ki, İngilislər istədilər ki, tütünü, tənbəkini almaq, satmaq və emalını tamamilə öz əllərinə keçirsinlər və bununla da İrana hakim kəsiləcəkdilər. Və buna görə də İranın o zamanki təqribən bir 100 neçə il bundan öncə, 120-130 il bundan öncəyə bir müqavilə imzaladılar. Və bununla da inhisarı ələ aldılar. Və İranda qüdrət əldə etdilər. Və bu qüdrətlə də müsəlman ölkəsini tamamilə ələ keçirəcəkdilər. Buna görə, bu məsələlərə görə alimlərdən biri, məsələn, Seyyid Cəmaləddin Əsədabadi, Ayətullah mərhum Mirzə Şirazi, bunlar gəldilər bu kontraktın əleyhinə, belə desək ki, qiyam etdilər. Və bu kontraktın baş verməsinin qarşısını aldılar. Ümumiyyətlə, İngilislər, hegemonlar və siyonistlər tərəfindən xalqlara sırnan işlərdi bu kontraktlar. O zaman əgər bu kontrakt baş versəydi, baş tutsaydı, zalim hakimlər, şah olsun, şah tərəfindən bu hadisə tarixi bir gün kimi və qələbə günü kimi qeyd olunacaqdı. Və onlar, zalim hakimlər gəlib xalqın bu acı gününü, həqiqətdə acı gündür. Niyə? Çünki zalimların, hegemonların, siyonistlərin o ölkəyə, müsəlman ölkəyə, belə desək, qüdrət tapmasına səbəb olacaq idi. O acı günü zalimlar, zalim hakimlər şirin gün kimi cəmiyyətə təqdim edib sırayacaqdılar. Amma şəhid müdərris kimisi, Mirzə Şirazi kimiləri gəldilər bunun qarşısında dayandılar və bu kontraktı və belə kontraktları batil etdilər, ləğv etdilər. Əzizlər, işin başında və pərdənin arxasında kimin dayanmağı o hadisəni şirin və ya acı edə bilir. Bu işin arxasında kimlər dayanıb? Bir zaman İngilis, bir zaman Amerika, bir zaman siyonist və böyük qüdrətlər dayanır. Deməli, bu hadisə xalqın acı hadisəsidir. Xalq bunu gərək yadında saxlasın ki, ikinci dəfə belə bir zərbəni almasın. Belə hadisədə ki, acı bir hadisə olacaq idi, yəni kontrakt baş tutsaydı, şah gəlib deyəcəkdi ki, bu tarixi gündür. Bu bizim qələbə günümüzdür ki, İngiltərə ilə bizim kontraktımız baş verdi, bizim müvəffəqiyyətimizdir. Belə bir şeylər deyəcəkdilər. Amma şəhid müdərris gəlib bunun qarşısında dayandı. Mirzə Şirazi gəlib bunun qarşısında dayandı və müxtəlif hadisələrdə müxtəlif alimlər gəlib dayandılar bu belə hadisələrin qabağında. Daha bunlar gəlib demədilər şah sağ olsun. Ali başkomandanın qələbəsi sözünü yaltaqlanaraq demədilər. Və bu tarixin yaddaşında, xalqın milli yaddaşında şirin hadisə olaraq qaldı. Yəni, İngiltərənin və siyonizmin belə desək əlini kəsdilər və acı gün şirin günə çevrildi. Daha zalimin batil işinə haqq onu geydirmədi. Budur siyonizmin və düşmənin qarşısında dayanmağın hünəri.